Təqvalılar cəmaatın içində fəzilətlərin əhlidirlər. Fəzilətlərin əhli ilə fəzilətli iş görməyin fərqi var. Hərdən bir yaxşı iş görürsən, bir fəzilətin əhlisən. Ümid bunadır ki, bir nəfər, bu qədər cəmaatın içində, bir nəfər bu xüsusiyyətdə adam olsa, bir ölkəyə bəsdir bəlkə. Bircə nəfər. İndi o könüllü bir nəfər kimdir, çıxsın qabağa, mən bilmirəm. Adam istəyir, çıxsın meydana, desin, mən istəyirəm, belə olun. Qalanlar da geçsin, namazın qılsın, onsuz da neçə ildir qılır. Qılsın, məsələn, qarışqa addımı ilə irərləsin. Allahın rəhməti çoxdur, inşallah hamını cənnətə aparar. 2 nəfər, 3 nəfər, 5 nəfər inanmıram ki, bu sifətlərdə olan adam çıxsın bu məsciddən.